İntensiv yağıntılar nəticəsində Respublikanın bir sıra ərazilərində olduğu kimi, Sumqayıt şəhərində də müəyyən problemləri qeydə alınıb. Belə ki, şəhərin 7 müxtəlif ünvanında kanalizasiya xətlərində çökmə halları baş verib. Qeyd olunan iri həcmli qəzaların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilib və işlərin yaxın günlərdə tam şəkildə yekunlaşdırılması nəzərdə tutulur. Sumqayıt şəhər İcra Hakimiyyətinin koordinasiyası ilə hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşları və aidiyyatı qurumların nümayəndələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Son günlərdə intensiv yağışlar nəticəsində Sumqayıt şəhərində, mərkəzi kollektorlarda bir sıra problemlər yaranmışdır, qəzalar baş vermişdir. Artıq demək olar ki, bu qəzalar yekunlaşmaq üzrədir. 10-cu mikrorayonda Babək küçəsində göründüyü kimi 120 metr yeni 1000 millimetrlik xətt çəkildi, qəzalı hissə dəyişdirildi. Qəza tam aradan qaldırıldı və kollektora su ötürüldü. Kollektor normal şəkildə hal-hazırda işləyir. Artıq torpaqlanma işləri gedir. 11-ci mikrorayonda Koroğlu küçəsində 60 metr yeni xətt çəkildi və 600 millimetrlik boru yeniləndi və qəza aradan qalxdı. Eyni ilə işlər hal-hazırda davam edir. 6-cı mikrorayon Salayev küçəsində. Burada da işlər demək olar ki, tamamlamaq üzrədir. Bugün yekunlaşır və torpaqlanma işi gedir. Hal-hazırda 8-ci mikrorayonda Ağaquliyev küçəsində işlər davam edir. Orada da 100 metr uzunluğunda yeni 600 millimetr xətt çəkilir və qəza aradan qısa müddətdə 1-2 gün, 3 gün müddətdə orada da qəza aradan qaldırılacaq. Eyni ilə Sumqayıt şəhər Çerkasi küçəsində orada da işlərimiz davam edir. Orada da artıq yekunlaşmaq üzrədir. 600 millimetrlik yeni xətt çəkilir, qəzalı hissə təmir olunur. Və Sumqayıt şəhəri Cəmin Əliyev küçəsindədir. Qəza aradan qaldırılmışdır. Hal-hazırda işlər sürətlə davam edir. Bu həftə ərzində tam aradan qaldırılacaqdır.